Hamza salam dostlar. Bu videoda Xiaomi Redmi Note 14S adlı telefonu inceleyirik və başlaya bilərik. Dostlar, sizdən xahişim budur ki, video başlamışdan əvvəl bu videoya like ataraq kanala abunə olmağı unutmayın və başladıq. Dostlar, Note 14 ilə Note 14S-in arasındakı ən önəmli fərqlərdən biri aşağı çərçivənin daha nəzik olmasıdır. Yəni bu telefonun ilk öndən görünüşündə görəsiniz ki, çərçivələr daha incə və kamerası isə daha fərqli olaraq optik stabilizasiya ilə gəlir. Bu da önəmli bir faktordur. Hansı ki, adi Note 14-də bu yoxdur. AMOLED ekran öz yerində qalıb, bütün prosesor zat hamısı öz yerindədir. Ancaq dizayn cəhətlərində görmüş olduğunuz kimi iPhone dizaynına benzəyən dizayn Note 14S-də yoxdur və LED flashımız bir balaca daha fərqlidir. Bu daha güclü bir flasha oxşayır. Dostlar, telefon yəni o birində olduğu kimi 4G-ni dəstəkləyir. Bataryası balaca olduğuna görə biraz yüngüldür, 180 qramdır. Amma Redmi Note 14 sadəsi 200 qramdır. Bu da həmçinin IP64 su sıçramalarına qarşı dayanıqlıdır və şüşəsi, yəni Corning Gorilla Glass 5-dir, arxası plastik və çərçivələr təbii ki plastikdir. Dostlar, telefonun ekranı AMOLED-dir və 2480-a, yəni Full HD Plus-dur. 395 ppi-lik bir ekrandır. Pis deyil. Qorunması isə Corning Gorilla Glass 5-dir. Prosesor Helio G99 Ultra-dır. Ekran kartı da eynidir. Yəni Mali G50 DMC2. Pis prosesor deyil dostlar. Gündəlik işlərdə, YouTube və digər orta işlərdə idarə edən bir prosesordur bu. 200 megapiksellik kamera dostlar. Normalında bunun, yəni adisində 108 megapiksel kameradırsa, burada 200 megapiksel kamera və daha yaxşı linzadır. Qaranlıqda yaxşı çəkir və 1080p 30-60 FPS video çəkir. Ön kamera ilə də 1080p 30-60 FPS video çəkə bilərsiniz, amma qaranlıq rejimdə, yəni qaranlıq şəraitdə çətin çəkir. 5000 mAh batareyadır, amma batareyasını biraz daha sürətlə doldurur. 67 W'lıq zayatka var burada. Bu da qutusundan gəlir. Dostlar, Redmi Note 14S ilə Note 14 4G-nin arasında heç bir benchmark fərqi yoxdur. Görmüş olduğunuz kimi 451.000 xal yığır, 137.939 xalı təkcə prosesor yığır. Bu da orta səviyyəli bir necə deyim sizə performansdır və throttling də demək olar yoxdur. Helio G99 Ultra həqiqətən də az isinən bir prosesor olduğuna görə demək olar, yəni prosesor isinmir. Bu da oyunlarda qrafik stabilizasiyanı daha da artırır və siz davamlı şəkildə oyunu bir rejimdə oynaya bilirsiniz. Dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Kanala abunə olaraq videolara like atmağı unutmayın. Çox sağ olun.